Cərəyan mənbəyi lampalar və 3 açardan ibarət dövrənin sxemi verilmişdir. 1 və 2 açarlarını qapadıqda hansı lampalar yanar? Deməli, 1 və 2 açarlarını qapayaq. Deməli, hansı lampalar işıqlanacaq? Əgər biz mənbəyin bir qütbündən çıxıb, fırlanaraq digər qütbünə gəlib çıxa biliriksə, bu dövrə qapalı dövr olmuş olur və həmin dövrə üzrə lampalar işıqlanmış olacaq. Deməli, cərəyan mənbəyinin müsbət qütbündən çıxaraq 2 lampası, bu açar bir açarı bağlı idi, 1 lampası və digər qütbə gəldik. Deməli, burada L1 və L2 lampaları yanacaq, işıqlanacaq. İndi müsbət qütbdən çıxaraq, burada mənfi qütbdən də çıxa bilərsən, vacib deyil. 2 açarı qapalıdır, buradan keçdikdən sonra 4 lampasından keçə bilmirik, 3 açarı açıqdır, amma L3 lampasından keçərək mənbəyin digər qütbünə gələ bilirik. Deməli, müsbət qütbdən çıxırıq, 2 açarı, L3 lampası və mənbəyin digər qütbü. Deməli, burada L1, L2 və L3 lampaları işıqlanmış olacaq. Cavab Y bəndi.